Salamünaleyküm, hər vaxtınız xeyirli uğurlu olsun, əziz izləyicilər. Bugün aprel ayının 4-ü 2025-ci il, mən hal-hazırda Ucar rayonu Nizami Gəncəvi küçəsində çəkiliş aparıram. Deməli, gördüyünüz kimi burada məişət tullantılarının atılması üçün ayrılan bir ərazi var. İnsanlar gətirib məişət tullantılarını, həmin bu əraziyə yaxın insanlar gətirib buraya tullayırlar məişət tullantılarını. Və gördüyünüz kimi burada da yaxşı mənzərə yaranmır və bax burada gördüyünüz kimi zibil var. Mən yəni inanmıram ki, bunu vətəndaş gətirsin, buranı qoyub vətəndaş gətirib bunu atsın ora. Birinci növbədə mən Ucar rayon sakinlərinə müraciət edirəm ki, əziz sakinlər, gəlin rayonumuzu bir yerdə təmiz saxlayaq, bir yerdə qoruyaq. Əgər zibil yeri üçün təyin olunan, bax belə zibil atmaq üçün təyin olunan belə yerlər varsa, gətirin zibillərinizi həmin bu əraziyə atın. İndi mən burada çəkiliş apararkən, deməli, Kommunal Təsərrüfat İdarəsinin işçisi də burada təmizlik iş aparır. Bildirir ki, deməli, idarənin müdürü tapşırıq verib ki, burada küçədə kənarda olan zibillər var, həmin o zibilləri həmin bu yerə atsın. Mən buradan, deməli, Ucar rayon Kommunal Təsərrüfat İdarəsinin rəhbərliyinə xahiş edirəm və deməli bir fikir irəli sürmək istəyirəm ki, rayonun bir neçə küçəsində belə yerlər yaradılıbdır, yəni tikilib düzəldilib. Düzdür, burada indi tikilməyibdir. Burada daşı üstünə qoyublar və mən aldığım məlumata görə, yəni burada idarələr var. Buradan idarədən də icazə vermirlər ki, həmin bu ərazidə o tikinti aparılsın. Yəni zibil atmaq üçün yəni yer var burada, görünür ki, təyin olunubdur, düzdür. Yəni belə insanların yaşadığı yerdə, sıx yaşadığı yerdə bu şəkildə, açıq şəkildə yəni zibillərin atılması düzgün deyil. Zibil qabları olmalıdır. Və rayonda da ki, rayonun demək olar ki, zibil qabları yox səviyyəsindədir. Yəni bu şəkildə işlər görürlər ki, o həmin bu zibilliklərin qarşısını almaqdan ötürü. Çünki insanlar da zibillərini atmalıdırlar, harasa bir yerə atmalıdırlar. Və zibillər də vaxtında buradan daşınmalıdır. Mən təklif edirəm ki, deməli, belə tikdiyiniz, düzəltdiyiniz yerlərdə qabaq hissəsi yəni açıq şəkildə qalmasın. Çünki qabaq hissə açıq şəkildə qalanda, deməli, ərazidə olan sahibsiz küçə itləri həmin insanların atdığı o zibilləri kənarlaşdırırlar, küçələrə yayırlar və bu da yəni belə yaxşı görsənmir. Və sizin gördüyünüz işdə, Kommunal Təsərrüfat İdarəsinin gördüyü işdə, yəni belə götürəndə effekt vermir. Yəni yenə də insanlar narazılıq edirlər, küçələrdə zibillər var. Yəni sahib küçə itləri zibilləri daşıyırlar, tökürlər küçələrə. Ona görə də təklif edərdim ki, həmin belə tikib düzəltdiyiniz yerlərdə deməli qabaq hissəsinə, ön hissəsinə dəmir reşotka mı deyim, nəsə hansısa bir şəkildə qapılar qoyulsun ki, o sahibsiz küçə itləri də buradan qidalananda elə girib o yəni zibilxananın içində, zibilliyin içində nə eləyirlərsə eləsinlər, çıxardıb o zibilləri çölə daşımasınlar. Yəni bu şəkildə əgər eləmiş olsanız, sizin gördüyünüz işdə yəni effekt verər, yəni belə pis mənzərələr yaranmış olmaz. Çox sağ olun, təşəkkür edirəm. Ucar rayon təşkilatının, Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov üçün.